Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün müsahibə mərhələsinə gedən müəllimlərdən bəzi sualları diqqətinizə çatdıracağım. Deməli, ən çox soruşulan sual tipləri bu günləri formativ qiymətləndirmə, təlim nəticəsi, inteqrasiya və digər suallar. Siz də ən əsas nəyə diqqət yetirirsiniz? İcmallarınıza hazır gedirsiniz. Bəzi müəllimlərdən qəti olaraq icmal soruşulmayıb, amma bəzi müəllimlərdən 2 icmala, 3 icmala tələb olunub. Və ona görə hər biriniz icmallarınızı hazırlayın. Bütün müsahibə gedəcək şəxslərə aiddir, müəllimlərə aiddir. Əgər çətinlik çəkirsinizsə 051 644 31 54 nömrəsinə yazaraq bizdən icmalların yazılması haqqında sifariş verə bilərsiniz. Keçək suallarımıza. İlk sual belədir ki, formativ qiymətləndirmə nədir? Formativ qiymətləndirmə şagirdin gündəlik, yəni hər gün şagirdi izləyən qiymətləndirmədir. Bir növ tədris prosesində müəllim tərəfindən aparılan davamlı qiymətləndirmədir. Onun məqsədi şagirdin öyrənmə prosesini izləmək, güclü və zəif tərəflərini müəyyən etmək, dərhal geri bildirim vermək və növbəti addımları planlaşdırmaqdır. Bu əsasən şagirdin nəticəsindən çox öyrənmə prosesinə yönəlir formativ qiymətləndirmə. Çünki burada boşluqları və atacağıq addımları planlaşdırır. Hər gün şagird nailiyyətini izləyən bir qiymətləndirmə formasıdır. Yəni müəllim şagirdin inkişafını izləmə, şagird isə özünü qiymətləndirmə imkanı yaradan bir qiymətləndirmədir. İkinci, təlim nəticəsi haqqında danışın deyilib. Təlim nəticəsi belə desək ki, şagirdin müəyyən mövzu, dərs və ya tədris mərhələsində sonda nəyi bilməli, bacarmalı və hansı münasibəti formalaşdırmalı olduğunu göstərən konkret bir ifadədir. Təlim nəticəsi biliklə yanaşı bacarıqlar da formalaşdırmalıdır. Eyni zamanda ölçülə bilən olmalıdır, dəqiq olmalıdır, müşahidə oluna bilən şəkildə ifadə olunmalıdır. Bir növ burada nəyi öyrənəcək sualına cavab verməlidir təlim nəticəsi sonunda. Təlim nəticəsi bir neçə hissədən ibarət ola bilər. Bilik, bacarıq və münasibətləri formalaşdıran dəyərlər sonda. Yəni sırf təlim nəticəsi şagirdin həm biliyin, həm bacarığın, həm də sinif daxilindəki münasibətləri formalaşdırmalıdır. Və biz ona görə deyirik ki, ölçülə bilən, dəqiq, müşahidə oluna bilən şəkildə ifadə olunur. Eyni zamanda biz təlim nəticəsini nədən çıxardıq? 6 standartdan. 6 standart verilir və mövzumuza uyğun 6 standart seçirik. 6 standartdan təlim nəticəsi çıxarırıq və 45 dəqiqə ərzində bu nəticəni reallaşdırmağa çalışırıq. Növbəti bir sual. Şagird dərsinizi bəyənməzsə nə edərsiniz? Ümumiyyətlə, şagirdin dərsimizin bəyənməmə səbəbini araşdırmaq. Yəni ilk öncə səbəb araşdırmaq lazımdır ki, şagird nəyə bəyənmədiyini soruşaram və dərs metodunu, izahımı və yaxud tapşırıqların çətinliyinə uyğun olaraq bu fikrə gəlib. Səbəb araşdırandan sonra öz üzərimdə də çalışaram ki, ola bilər ki, mən motivasiyam zəif olub, dərs prosesimi şagirdin maraq və istəyinə uyğun qurmamışam deyə bəyənməyib. Çalışmaq lazımdır ki, hər bir müasir dərsdə diferensial təlimi tətbiq etmək, hər bir şagirdin marağını önə çıxartmaq və hər bir şagirdə fərqli və fərdi yanaşmanı tətbiq etmək. Bu zaman çalışarıq ki, dərs prosesimizdə motivasiyamızı, dərsi motivasiyasını daha yüksək quraq ki, hər bir şagird təlim nəticəsini reallaşdırıb sonda nəticə əldə edə bilsin və yəni şagird inkişafı təmin olunsun. Növbəti bir sual, ən çox soruşulan sualların içərisində icmallarınızdakı mövzuları necə inteqrasiya edirsiniz? İnteqrasiya bildiyimiz kimi təlim prosesində fənlərarası və ya mövzulararası əlaqələndirmədir. Eyni zamanda bilik bacarıqların bir-birini tamamlayaraq şagirddə bütöv dünya görüş qazandırmasıdır.
İnteqrasiya o deməkdir ki, şagird bir mövzunu yalnız ayrı-ayrı fənlər çərçivəsində deyil, müxtəlif fənlərin verdiyi biliklər arasında əlaqə quraraq öyrədir. İnteqrasiyanın bir neçə növü var. Fənlər arası, fən daxili və fənlər üstü. Fənlər üstü həyatla əlaqələndirmə. Yəni keçəcəyimiz mövzu, deyək ki, tarixi bir mövzulardırsa, həyatla əlaqələndirə bilərik. Coğrafiyadırsa, məkanlara əlaqələndirir. Ümumiyyətlə, həyatla əlaqələndirmə daha çox praktik tipdə verilən tapşırıqlarda həyatla əlaqələndirmə şagirdin inkişafına köməklik göstərir. Fən daxili isə iki hissəyə bölünür, şaqili və üfüqi. Bu da eyni məzmun xəttləri arasında da müxtəlif siniflərdə aparıla bilər və yaxud eyni sinifdə müxtəlif məzmun xəttləri arasında aparıla bilər. Bir də fənlər arası, deyək ki, Azərbaycan dili dərsini keçiriksə, ədəbiyyatla əlaqələndirə bilərik, xarici dillə əlaqələndirə bilərik. Bundan əlavə olaraq coğrafiya dərsini keçiriksə, təbiətlə, həyat bilgisi ilə əlaqələndirmə və yaxud biologiya ilə də əlaqələndirməni apara bilərik. Yəni keçəcəyimiz mövzu inteqrasiyası harda daha yaxşı alınar, fənlər üstü əlaqələndirmə aparsaq daha yaxşı şagird bu mövzunu qavrayar və yaxud fənlər arası aparsaq, bu proses müəllimin özündən asılı olan bir prosesdir. Növbəti sual yazılıb ki, meyar şagirdlərin diqqətinə nə vaxt çatdırılır? Ümumiyyətlə, meyar şagirdlərin biz bildiyimiz kimi ilk öncə alt standart seçirik mövzuya uyğun, sonra alt standarta uyğun təlim nəticəsi, təlim nəticəsindən də meyarlar müəyyən olunur. Həmin meyar üzrə də şagirdlərin səviyyələr üzrə qiymətləndirməsi aparılır. İlk olaraq biz meyarı motivasiyaya qədər, yəni istəyir qrup işi olsun, istəyir gündəlik formativ qiymətləndirmə olsun, hər bir şagirdin diqqətinə dərs prosesinin əvvəlində çatdırmalıyıq ki, şagird başa düşməlidir ki, mən bu günkü təlim nəticəsini reallaşdıranda hansı dəyərləndirməm olacaq, hansı sahə üzrə dəyərləndirmə aparılacaq və şagirdin diqqətinə meyar dərs prosesinin əvvəlində, yəni motivasiyaya qədər çatdırılmalıdır. Suallar bu qədər. Elə də müsahibə mərhələsi qorxulu bir mərhələ deyil. Özünü təqdim etmə, icmallarımızla bağlı 2-3 icmala mükəmməl şəkildə hazırlaşın ən azından və bir də situasiya tipli suallar, şagird müəllim münasibətləri, eyni zamanda məktəb valideyn münasibətləri ilə bağlı bəzi suallar olur. O da hər bir müəllimin cavab vermə qabiliyyətə malikdir. Hər birinizə uğurlar, sağ olun.